Əziz altıncılar, hər birinizi xoş gördük. Bugün sizinlə artıq Mirəlim İlqasımov mətninin iş dəftərinin cavablarını tapşırıqlarını izah edəcəyik. Vaxt itirmədən kanalımıza abunə olun, bəyənin, paylaşın və nömrəmizlə əlaqə saxlaya bilərsiniz. 050 775 81 72. Burada deyir ki, ilk vaxtlar Ceyran xanım Mirəli ilə danışmaq üçün əşyaların baş hərflərini birləşdirərək sözlər yaradırdı. Bunun üçün də o yaxınlıqda olan əşyalardan istifadə etməyə çalışırdı. Məsələn, saç, əl, nəlbəki. Biz də bunlardan götürəcəyik və onlara bir cümlə düzəldəcəyik. Sən bunu bacararsan olacaq. Sən bunu bacararsan. Həmin üsulla bir neçə sözdən ibarət cümlə yaz uşaqlar. Bunu öz beyninizin məhsulu olmalıdır. Siz də bəzi öz istədiyiniz cümləni qurun, həmin sözə aid. Məsələn, hər hansı tutaq ki, sən mənim dostumsan cümləsini demək üçün elə sözlər qurun ki, onun başlanğıcı həmin hərflərlə başlasın. Bu tipli siz yaradacaqsınız, onu eləməyəcəyəm. Deməli, burada c, ə, f, ə, r, c, a, b, b, a, r, l. Cəfər Cabbarlıdır. Cəfər Cabbarlının internetdən şəklini tapacaqsınız və Cəfər Cabbarlının haqqında yazı da bilərsiniz. O şəklin haqqında öz fikirlərinizi də bildirə bilərsiniz. Siz o Mirəlim İlqasımovun çəkdiyi Cəfər Cabbarlının necə təsvir etdiyini internetdən axtarıb görə bilərsiniz. Çox rahat bir çalışmadır. Səssiz ifa. Oxuduğum və dinlədiyim mətnlərdə hər iki sənətkarın əsas xüsusiyyətləri, hər ikisi əzmkardır. Hər ikisi uğurludur. Çətinliklərin ötəsindən gəlirlər. Deməli, səssiz ifa mətnində müəllifin əsas fikrini müəyyən et. İnsanlar çətin anlarda ruhdan düşməməlidir. Çünki necə ki Beethoven ruhdan düşmür. Yazıb yaratmağa davam edir. Növbəti səssiz ifa mətnində Beethoven hansı əsərinin adı çəkilmir? Yəni, bu bir neçə əsər də məncə ola bilər. Bütün əsərlərin orada bizə onsuz da verməyəcək. Deməli, çəkilməyən 9-cu simfoniya olmalıdır və türk marşlarının adı çəkilmir. Ömrünün qışını yaşayırdı ifadəsi ilə bağlı düzgün fikirlər seç. Ömrünün çətin günlərini yaşayırdı demək olar. Bir də ömrünün baharını yaşayırdı ifadəsinin əks mənası ömrünün baharı yaşayırdı ola bilər. Növbəti bölmə artıq dil qaydalarıdır. Dil qaydalarını gəlin birlikdə eləyək. Tamamlığın altından xətt çək. Dostum mənə dünən baş vermiş əhvalatı danışdı. Nə etdi? Danışdı. Kim? Dostum. Kimə? Mənə. Nəyi? Əhvalatı tamamlıqdır. Cırcılamaların səsi ətrafdakı sakitliyi. Nəyi? Sakitliyi. Şagirdlər bugünkü dərsi. Nəyi? Dərsi. Gözlərini məndən yayındırırdı. Nəyi? Gözlərini. Kimdən? Məndən. Bu suala yalnız Rasim cavab verə bilər. Nəyə? Suala. Bu sözlərdən sonra hamı hörmətlə kəndin ağsaqqalına. Kimə? Kəndin ağsaqqalına. Yəni, ismin hallarını kimə, nəyə, kimdə, nədə, kimdən, nədən və kimi, nəyi suallar. Yəni, tamamlığın suallarını yazayıq uşaqlar. Tamamlığın sualları. Deməli, kimi, nəyi, haranı, kimə, nəyə, haraya, yox, haraya olmur. Kimə nə, kimdə nədə, nədə, kimdən
Nədən? İsmin hallarının suallarına cavab verir. Tamamlıqların altından xətt çək, ismin hansı halında olduğunu yaz. Çəməndəki güllərdən nədən? Çıxışlıq. Öz otağında imtahanlara nəyə? Nəyə yönlük? O masadakı nəyi təsirlik? Şagirdlər bu məsələdə nədə yerlik? Sudan nədən? Sudan çıxışlıq. Mənim yuxarıda yazdığım şəkilçilərdə də ismin hallarının şəkilçilərinin nümunələridir. Tamamlıqların ifadə vasitələrini müəyyən et. Əsas nitq hissəsidir, yoxsa söz birləşməsi? Axır ki, növbə ikincilərə. Say. Əsas nitq hissəsi. İnsan sevincini yaxınları ilə bölüşməlidir. Nəyi? Sevincini kim ilə? Yaxınları ilə. Burada əsas nitq hissəsidir. Burada isim. Burada isim. O səbirsiz imtahan nəyi? Söz birləşməsi. Aparıcı qələbəmizdən fərəh nədən? Çıxışlıq hal isimdən əsas nitq hissəsi. Gülün ləçəyini nəyə? Söz birləşməsi. Tamamlıq kimi cümlələr qurur. Yaxşı. Biz qələbəni qeyd edirik. Nəyi? Qələbəni. Çanta. Çantamı dayımgildə unutmuşam. Dost. Dostu dar gündə atalar sözdür. Tanıyarlar. Bununla da bizim bu mövzumuz bitdi. Növbəti izah videolarında görüşərik. Bəyənməyi, bura kimi gəlmişsə şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əsas kanalımızın adı da nədir? Cəbrayıl Alili. Kanalımız orada eynə yazmışam, amma özüm üstə mənim adım Cəbrayıldır. Sağ olun. Növbəti izahlarda görüşərik.